Yallah, xoş gördük hörmətli izləyicilər. Salamlayıram sizləri. Xırdalanda tam mərkəzdə, Heydər Parkının yaxınlığında bir nömrəli məktəbə, bağçaya yaxın bir yerdə 4 mərtəbəli daş binanın 3-cü mərtəbəsində bir otaq-şəhər düzəlmə mənzillə çəkib tanış etməyə gəlmişik. Çəkilişə başladıq mənzilin qonaq otağından. Götür geniş planda zəhmət olmasa qonaq otağını. Geniş planda götür. Mənzil 2 otağa düzəlmə mənzil hörmətli hissəsi. Balkon hissəsində mətbəx yığılıb. Bax, götür buranı bir dənə. Zəhmət olmasa çək. Çək. Hər tərəfli çək. Qoy görsənsin. Gəl zəhmət olmasa. Gəl bura. Qoy bu stulunu düzəldək. Mənzilimiz hörmətli hissəsi əşyalı satılır. Mənzilin içərisində nə görürsünüz? Hamısı qalacaq. Kondisioneri, ondan sonra kombisi, televizoru, hər bir şeydə. Yəni alıb kirayə vermək üçün çox gözəl bir variant. Valla. Özü çox münasib qiymətə satılır. Onu da deyim hörmətli izləyicilər. Çıxarışı Kubçalı mənzildir, tam mərkəzdə. Gəl bura zəhmət olmasa. Gəl. Dəhliz hissəsini götür. Paltar asmaq üçün belə bir dolabı var. Burada ayaqqabı qoymağa, paltar asmaq. Burada mətbəxi də yataq otağı ilə hörmətli izləyicilər. Götür buranı zəhmət olmasa. Yəni Xudmanında gənc bir ailənin yaşamağı üçün də normaldır. Alıb kirayə vermək üçün normal. Burada sanitar qovşaqdır. Buranı çək zəhmət olmasa. Çəkdim. Mənzilimiz hörmətli izləyicilər tam mərkəzdə yerləşir. Yəni kim istəyirsə buyursun, əlaqə saxlasın. Qiymətini açıqlama bölməsində qeyd edəcəm. Qiyməti açıqlama bölməsində qeyd olunacaq. Bir daha vururam. Çıxarışlı mənzildir, Xırdalında tam mərkəzdə hörmətli izləyicilər. Qiymətdə çox münasib qiymətədir. Alıb kirayə verməyə və yaxud da gənc bir ailənin yaşamaq üçün çox əlverişli təmirli mənzildir. Gir yaşa variant. Sizin də satışa mənzilləriniz varsa buyurun bizə müraciət edin. Videomuzu ən əsası videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Bugünlük bu qədər. Sağ olun, var olun.